Dostlar salam. Təzə yeni də iddia çıxıb ki, Simpsonlar 48 saat ərzində Trump'ın öləcəyini proqnozlaşdırıbmış. Ayın 14-dən güya. Yəni bu 2 gün içində. Baxın. And it doesn't stop there. In the episode, Trump is shown inside a luxurious room, surrounded by secret documents, nervously talking on the phone when suddenly he collapses. The clock on the wall stops exactly at 7 a.m. The creepiest part? Just seconds before, the camera focuses on a newspaper lying on the floor with the phrase, "Someone very powerful will be silenced." A strange shadow appears, reflected in the glass just moments before it all happened. Donald Trump will die on March 14, 2026, and The Simpsons already predicted it. In a controversial episode of The Simpsons, one that many tried to hide, there's a shocking scene, clearly shown next to it. Dostlar, yəni bu kimi Simpsonlara baxıb proqnoz verən idiksə, mən şəxsən, onda bunu da proqnoz verim ki, bu olacaq. Amma Simpsonlar deyir ki, ayın 14-ü yazılıb orada. İndi bütün dünyada tanınmış bəzi saytlardan indi iddia olduğuna görə Trump güya ayın 14-dən başlayaraq, yəni 48 saat ərzində güya öləcəyini paylaşımlar eləyib. Bu Simpsonun paylaşımıdır. Amma mən isə hiss edirəm ki, elə bir şey olmayacaq, elə bir şey hiss etmirəm. Yəni ki, bu yaxın günlər, yaxın müddətdə elə bir şey görmürəm. Təbii ki, hamısı öləcək. Ölüm adında təbii ki, oyunlar çox oynanacaq. Çünki dünya savaşı aparması üçün getdikcə bu ölüm oyunları çox olacaq. Əsasən də bu cihad, mihad gətirmək, bu oyunları gətirməlidir. Yəni ki, dünya daha böyük, bugün gördüyü kimi stabil, o daha böyük savaşlar aparması üçün təbii ki, çalışır. Mən bunu hər zaman demişəm. Amma bu 48 saat ərzində Trump'ın ölümü gerçəkləşəcək deyə paylaşımı var Simpsonların. Mən bunu hiss etmirəm. Bir də bir paylaşım da var. Dünya üzərində çox basında o barədə danışırlar. O barədə o paylaşımda var ki, bu yaxın aylarda çox belə həddindən artıq belə qorxucu bir milyonlar, milyarda çox güya insan başına ölüm gələcək deyə eləmiş bir paylaşımdır. Onu da mən sizə bundan sonraki videoda izləyin, paylaşacağım. Çünki bu kimi paylaşımlar dünya medialar eləyir və 100 mindən də çox like edirlər. Təsəvvür edirsən, milyonlarla baxış toplayırlar. Amma onların dediyi düz gəlmədiyi təqdirdə, yadındadır bu Nuh Peyğəmbər də bir şey paylaşmışdı. Mən demişdim ki, elə bir şey olmayacaq. Nə qədər ki, onların dedikdə tanınmış, izlədiyi insanların, Simpsonların, nə bilim, nə, bunların düz çıxmadığı şeyləri heç kim sonradan dilə gətirmir, silinir, çıxır, gedir. Düz çıxanları ortalığa qoyur. Amma biz ki, bu proqnozları vaxtı ilə veririk. Radiasiya barədə mən aylar qabaq, illər qabaq İran savaşı, ondan əvvəl Qarabağ savaşı 2012-ci, 13-cü ildə, nə bilim, bu qədər proqnoz ver, gəl, düz çıx, nə fayda? Kimin nə vecinə? Və insanlar doğru danışan adamın adına baxır, reklamına baxır. Hansısa böyük kanallar reklam eləyirsə həmən adama, hamısı odaqlanır ona. Yalan olsun, gerçək olsun, fərq etmir onlara. Amma bir adam reklamı yoxdursa, onun dediyi nə qədər düzgün çıxsa da, biraz da adı, biraz baxıcı da filan da qoyursa, bir təbəqə var, din tərəfindən idarə olunan, təbii ki, baxıcı bunların dinində biraz pisdir deyə, pisliyibdir deyə, təbii ki, onlar da başlayırlar, nə qədər desə də ki, bu ağdır, onlar ağı görmürlər. Onlar bunu qara yazdığı kitaba baxırlar. Bir çox şeylər var ki, hələ ki, bizi dünya üzərində bir çox şeylərə inandıraraq, var olduğu kimi göstərərək çox böyük savaşlar aparacaqlar. Onlardan biri də dinlər üzərində olacaq. Bu da yadından çıxartma. Bir də bu ilin baş verəcəyi böyük sellərdən qorumaq üçün Azərbaycan nə təhlükə gözləyirdi. Yaxın müddətdə savaş falan Azərbaycanda, Bakıda falan görürəm deyəndə, mən dedim təxribat yönlü bir şeylər ola bilər, amma dron atması, bu kimi, bu şeylər, dünya artıq bu vəziyyətə gedir. Başqa proqnozlar Azərbaycan barədə vermirəm. Nəsə yaxşı olar inşallah, gözəl olar. Çünki Azərbaycan üçün nə var ki, pis olsun. Amma çox böyük sellərdən qorunmalı. Bir də mən eminim bu ildə deyə bilmirəm, yaxın illər, aylarda gələcək il olan böyük zəlzələdən qorunmaq yolunu axtarmalı. Bir də dünyada partlayacaq olan böyük silahlardan, udan havadan
təmiz olmamasının nəticəsində böyük xəstəliklərə, raq xəstəliyi təkanı verən bir şeylər uduruq. Ona görə də vitaminlər kompleksi və həkimlərdən məsləhətlər alaraq radiasiya yönlü şeylərə qarşı hazırlıqlar və aldığı hal-hazırda havada, İranda da partlayış, Ukraynada da partlayışlar olur. Onlar da havadan gələn bu zəhərlərin udması nəticəsində böyük xəstəliklər, nevroz, ürək tündyanması, nə bilim nə kimi, simbolik koronavirusdan sonra vuran iynədən sonra hələ bəlli deyil insanların canı nə qədər hansı vəziyyətdədir. Timboli bunların da udması bu hava daha da çox ağır xəstəliklər gətirəcəklər. Ona görə o olmaması üçün mən sizlər üçün danışıram ki, həkimlərlə məsləhətləşin, mümkün qədər vitamin kompleksləri daha çox gücləndirməyə məsləhət eləyirəm. Məncə belə olmalıdır. Həkimlər daha yaxşını deyir, amma mən proqnoz verən adamam. Böyük sellərdən qorumaq üçün çalışın, böyük küləklərdən çalışın. Çünki bu daimi olur, amma getdikcə daha çox bu il gözlənilir böyük sellər. Yəni olmadı o qədər böyük sellər və bundan sonraki illər, bir də zəlzələlər. Savaş dönəmində dünyanın hər yerində böyük zəlzələ və böyük sellərin, böyük təbii fəlakətlər də gətirəcək. Çünki millət hər kəs savaşdan başlayıb, savaş düşünərək, savaş qorxusu yaşayan bir zamanında təbii fəlakətlər də onları yaradacaqlar, daha çox yaradacaqlar. Sonra bu təbii fəlakət bunlar, bu gələn, bu hər şey qarışan müddətində də onlardan da istifadə edib, hansısa dinində yazılan kəlmələrdən istifadə edəcək ki, filan surədə demişdi ki, nə bilim, dicəl gələn zaman belə olur, bu olur, bu olur, dünyanın axırıdır, budur. Düzdür, bəzi dindarlar bunlar xoş gəlməz, amma inanın ki, sizi hələ bu şeylərə inandıraraq öz ayağı ilə ölümə aparacaqlar bu dünya masonlara. Din, ibadət etmək gözəl yoldur, amma dinin o altında uyaraq böyük savaşlara gedən cihad kimi oyunlara getmək məncə doğru olmaz. Çünki cihad altında bu oyunlar gələcəkdə oynayanda başa düşün ki, siz öz ayağınızla ölümə aparacaqlar. Bu şeylərə də getməmək üçün indidən düşünmək lazımdır. Allahın yolunda ibadət etmək, olan hər şeyi kirvaram. Çünki mən də bu şeyi gələcəkdə istəməyirəm ki, eləyim, namaz qılım, Allahın yolunda gəlim. Çünki bugün hisslərim var, baxıram, bəzi magiya yönlü işlər var. Sizin dinin dediyinə görə bu o demək deyil ki, mən Allah yolunda Allahına ibadət eləmirəm, Allahı istəmirəm. Hərənin bir fikri var. Mənim elədiyim insanlara yaxşılıqları verdiyi bu dəstəyi mənə elə gəlir ki, çoxlu varlı dindarlar heç onu eləmirlər. Ona görə də mənə artıq danışan dindarlar da olsa, mən sizin çoxunu gözəl tanıyıram, nə işlərin məşğul olduğunu, çoxundan gedir söhbət. Siz mənim barədə belə şey danışa bilməzsiniz. Ərazidə yaşayanların çoxunu görürəm kimdir. Ona görə də mən Allahı sevən, dinə sevən, bağlı biriyəm, amma dinin oyunlarına getməyə deyə çağırıram, dinə qarşı çağırıram. Dinin oyunlarına gələcəkdə getmə, o cihad yaratmaq, nə bilim, belə kimi şeylərin içində gedən proseslər olacaq, onlara getmə, onu deməyə çalışıram. Sağ ol, Allah əmanında ol, sellərdən, zəlzələlərdən. Azərbaycan başqa savaş hələlik bu yaxın müddətdə hiss etmirəm, amma partlayacaq savaşın xəstəlikləri gətirən, havadan udan şeylərə qarşı hərəkət etmək, müalicələrə qarşı, dərmanlara qarşı hazırlıqlı olmaq məsləhət edirəm. Bir daha sağ olun.